Vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şagirdlər və abituriyentlər. Mən sizləri Balal Səlim Kərimoğlu olaraq Bakı şəhəri Ziya Bünyadov prospekti 7 avanı ilə yaşayan və mənə məxsus olan Fizika Riyaziyyat Studiyasından, Fizika Riyaziyyat Hazırlıq Mərkəzindən salamlayıram hər birinizi və 337-59-51 qrup mobil operatorlardan bu nömrəyə zəng eləməklə bizim hazırlıq mərkəzinə əlaqə saxlaya bilərsiniz və fizika riyaziyyat fənlərindən ali metodlarla hazırlaşmaq üçün yüksək səviyyədə bizə müraciət edə bilərsiniz. Həm Azərbaycan, həm Rus bölməsində qruplarda fizika riyaziyyat hazırlıq mərkəzini biz fizika riyaziyyat hazırlıq studiyamızda həyata keçiririk. Bugünkü dərsimizi biz fizika fənnindən elektrik bəhsinə aid olan müqavimətlər, rezistorlar sisteminin yekun müqavimətinin tapılması məsələsinə bir test tapşırığı həsr edilmiş. Məsələnin şərhi bir şəklində göründüyü kimi bir sistemdən ibarətdir. Yəni müqavimətlər sistemi, rezistorlar sistemi, yəni burada 6 tane rezistor var, R1, R2, R3, R4, R5 və R6. Bu rezistorlar, bu müqavimətlər sistemi görüldüyü kimi bu şəkildə öz aralarında birləşmişdir. Və A və B nöqtələri arasındakı yekun müqaviməti tapılması tələb olunur. Bu şərtlər daxilində bu sistemlə birləşmiş rezistorlar sistemi ilə bağlı yekun A və B nöqtələri arasındakı yekun müqavimətin hesablanması tələb olunur, qiyməti tapılması tələb olunur. Və sadəlik üçün burada müqavimətlərin bir-birinə bərabər olduğu və onun da R-ə bərabər olduğu qəbul edilir. Yəni, bütün müqavimətlər qiyməti bir-birinə bərabər və olan qiyməti R-ə bərabər. Bu məsələnin şərti və müqavimətlər sistemində müqavimətlər də həmin 6 müqavimət öz arasında bu şəkildə göstərilir ki, birləşmiş və belə olduğu təqdirdə A və B nöqtələri arasındakı R-AB-ni tapmaq lazımdır. Belə hallarda heç şübhəsiz bu verilmiş, öz arasında bu şəkildə birləşmiş müqavimətlər sisteminin sxemini, elektrik sxemini araşdırmaq lazımdır və onların öz aralarında necə birləşdiyini dəqiqləşdirib onun ekvivalent sxemini qurmaq lazımdır. Biz görürük ki, R1 və R2 müqavimətlərinin çıxışlarından hər birində bir çıxış öz aralarında necə birləşmişdir? A nöqtəsinə birləşmişdir. Yəni, biz burada birləşdirici məftillərin müqaviməti nəzərə almasaq, bu nöqtənin potensialı hələ A nöqtənin potensialına bərabərdir. Ona görə burada yaza bilərik. Bu hələ A nöqtəsi deməkdir və bu nöqtə özü A nöqtəsi deməkdir. Və birləşdirici məftilin də orada müqavimət kiçik olduğunu, gərgin düşüşünü nəzərə almadan, həmin bu A nöqtəsinin potensialı hələ buradakı nöqtənin potensialına bərabər olacaq. Ona görə onu da biz A-la işarət edə bilərik. Yəni, bu nöqtəni A-la işarət edə bilərik. Yəni, görürük ki, R1 və R2 müqavimətlərindən hər birinin bir çıxışı bir A nöqtəsində, yəni eyni bir potensiala birləşmişdir. Digər çıxışı isə tam başqa olduğuna görə onu bir S ilə yazılır. Bu olsun S olsun və deyək ki, baxaq obrusuna. R4 və R5 də R1, R2'də olduğu kimi onların da çıxışlarından hər biri B nöqtəsinin potensialına uyğun nöqtə ilə necə də öz aralarında birləşir. Bunu da B yazı bilər. Yəni R4 və R5'in müqavimətlərinin də çıxışlarından biri nədir? Eyni bir potensiala birləşmişdir. Yəni B nöqtəsi potensialına bərabərdir. Ondan nə qaldı burada? Qaldı ki R6. Təbii ki, birləşir. Burada potensial gəlmiş olduğunu deyil, buradakı potensial S'nin potensialı təbii ki, A'nın potensialından kiçik olacaq və fərqli olacaq təbii ki. Və S ilə işarət edirəm nöqtəni və R6'ya birləşib bunu bir D ilə işarət edək. Fərz edək, mən nə görə dedim? Fərz edək ki, cərəyan ümumilik pozmadan deyək ki, A'dan B'yə doğru yönəlmiş olsa, cərəyan da bildiyimiz kimi həmişə yüksək potensialdan aşağı potensiala doğru gedir. Yəni, fərz edəcək ki, A'nın potensialı B'nin potensialından böyükdir, cərəyan A'dan B'yə doğru gedir və A'dan B'yə yetdikcə nə olmalıdır? Potensialın qiyməti kiçilməlidir. Ona görə də bu nöqtələr oldu A nöqtəsi, bu oldu fərqli bir S nöqtəsi, birləşdi deyək ki, bir D nöqtəsi ilə və bu B nöqtəsi ilə birləşdi bu ilə. Və göründüyü kimi R3 A və B arasında qalmış olur.
3 muqamet A-nın B arasında qalmış olur. Və bunları nəzərə almaqla bunun ekvivalent sistemini 2 sistemində göstərmək olar. Gördük ki, R1 və R2'nin bir nöqtələ gəl birləşib A nöqtəsilə, gəl birləşib bu A nöqtəsilə, yəni bu olsun A nöqtəsi və R6 birləşib C-yə, bir də D-yə, yəni bu oldu C nöqtəsi, bu da oldu D nöqtəsi. Ve burada ne kaldı? Bu da oldu B nöqtəsi. Yani R4 ve R5'in çıxışlarından biri B'ye birleşip, öbürü çıxışları ise R4 R5'in öbürü çıxışları ise D'ye birleşip. Bunu da burada gösterdik. Ve R6 da göründüğü gibi C ile D'nin arasında yerleştiğine göre biz onu böyle yazmışız. Burada kaldı R3. R3 hansıdır? O A ile B'nin arasında yerleşir. Yani A ile B'nin arasında da R3 yerleşir. Bu təhlil aparandan sonra, ekvivalent sistemini bu şekilde qururuz ve ekvivalent sistemini qurandan sonra artık müqavimətə hesablamasında elə bir çətinlik ortaya çıxır. Göründüyü kimi R1 ve R2 A ve C nöqtələri arasında paralel birleşir ve R4 ve R5 öz aralığında paralel birleşir. Ama bu paralel birleşimde 3'ü ise öz aralığında R6 ile nedir? Ardıcı birleşir ve yukarıdaki budaqla aşağıdaki budaq öz arasında bu müqavimətlər necədir? Paralel birleşir. Biz bunu nəzərə almaqla 2'den sonra 3. ekvivalent sistemi kurabiliriz. Yani biri ekvivalent olan 2'den, 2'nin de ekvivalentini bu şekilde kurur ve burada nəzərə alır ki, muqavimətlər artıq birbirine beraberdir. Yani R1, R2, R3, R4, R5, R6 muqavimətləri birbirine beraber olur ve R'e beraber olmanı nəzərə alırıq. Onda ki, burada 2 tane R muqavimətidir, 2 tane paralel muqavimət, eyni muqavimət, paralel koşulanlı muqavimət ne oluyor? Yarıya bölünür. Ona göre de burada alırıq A ve C arasında olan hissede muqavimət olacak R bölüsü 2, C ile D arasında olacak R, yani R6 R'e beraber olduğunu göre ve D ile B'nin arasında da bu muqavimətdə eyni olduğunu alacak R bölüsü 2, yani o paralel birleştiğine göre. Ona göre yukarı budaqda alırıq R bölüsü 2, R ve R bölüsü 2, 3 muqavimət öz aralarında artısı birleşir, aşağıdaki ise R3 R'e beraber olduğunu göre biz onu yazmışız. Demek ne alır? Yukarı budaqda R bölüsü 2, R bölüsü 2 toplanacak artısı olduğuna göre. Ne alacak? R bölüsü 2, R bölüsü 2 bize verecek. R üstü gelecek, R verecek 2R. Aşağıda ne alacak? R. 2R ve R muqavimətlər öz aralarında paralel birleştiğine göre yekun muqavimət A'nın B'nin arasında olacak. 2R vurulsun R bölünsün 2R plus R məlum düsturundan istifadə edin. Tabii ki, həmin A ve B nöqtələr arasındaki A ve B arasındaki yekun muqavimət öğrenim verilmiş özellikle o şekilde birleşmiş yekun muqavimət olacak 3'te 2R. Bu ne de mesela hal olmuş olur, tamamlanmış olur. Ve böyle bir mürekkep şekilde öz aralarında birleşmiş muqavimətlər sisteminde, rezistor sistemi muqavimətlər alması ilk addımda onun təhlilini aparır, ekvivalent sistemi kurur ve ekvivalent sistemin üzerinde de ardıcıl paralel birleşimleri de nəzərə almalı. Yekun muqavimətlər tapılır, getirir de ki 3. ve sağda alır ve bu sağda alır artık hesap olması asal olduğunu göre derhal onun cevabını yazıp bu şekilde hemen rezistor sistemini yekun muqavimət tapabilirik. Bu kadar. Maraqlı olduysa bugünkü dersimizi beğenebilirsiniz, komentarlar yazabilirsiniz, fikirlerinizi bildirebilirsiniz ve gelecekte sizin o tekilleri esasında, arzularınız esasında da biz hem riyaziyetten hem fizikadan simralandıran kontekste işlerimizi daha keyfiyetli müstəvi üzerinde kurabiliriz ve biz buna çok şad olardık. Bu kadar dikkatinize teşekkür ederim. Özümüzden muayet olun, gelen video derslerde görüşene de. Sağ olun, selamat kalın.